Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. 2.5 sotda inşa olunmuş şəxsi tikili belə bir 5 otaqdan ibarət həyət evi çəkib sizə təqdim edirəm. Birinci və ikinci mərtəbə monolit betondur, ikinci mərtəbənin yekunda da beton kəmər atılıb. Masazırda mərkəzə yaxın bir ərazidə yerləşir. 6 nömrəli məktəbin arxa tərəfində yeni xarici görünüşü kabançıq daşlarla üzlənib. Sağına və arxa tərəfinə keçid etmək mümkündür. Sol tərəfi ilə isə digər evlə məsafəsi gözlənilib. Hündür zirzəmi üzərində inşa olunub, yerdən 6 daş kürsü üzərində inşa olunub. Həyətyanı sahə bu qaydadadır. Baxın, geniş həyətyanı sahə mövcuddur. Ətraf tamamilə yaşayışlı, hündür böyük evlərdən ibarətdir. Daxil oluruq evə, təqdimatda kermogranit gördüyünüz hər bir yer istipoldur. Giriş isə bu qaydadadır. Gözəl dekorlardan istifadə olunub, təmirdə açıq rəngləri üstünlük verilib. Deməli, özü üçün tikilmə evdir. Planlar dəyişildiyinə görə satışa çıxıb. Bura evin zal hissəsidir. Burada zaldan əlavə bir yataq otağı var. Həmin zal və yataq otağında isidirmə radiator vasitəsilə təchiz olunur. Digər bütün tərəflərdə isə ilk mərtəbədə yerdən isidilmə sistemidir. Yəni istipoldur. Bura evin mətbəx sahəsidir. Mətbəxlə də deməli arxa tərəflə də ara məsafəsi gözlənilib. Baxın, burada böyük bir məsafə var. Evin bayaq vurguladığım kimi sağının arxasına keçid etməyin. Baxın, arxa tərəfdən də padvala, padvaldan da arxa tərəfə keçid etmək mümkündür. Yəni bütün xırdayı işlər düşünülüb və 4 tərəfdən cüt daşla inşa olunub. Bir ikinci mərtəbə monolit betondur. Bura ilk mərtəbənin yataq otağıdır. Görün necə gözəl təmir olunub. Burada əlavə olaraq ilk mərtəbənin sanuzeli yerləşir. Pilləkənin alt hissəsi əlavə əşyaların yığılması üçün nəzərdə tutulub. O cümlədən kollektiv sistem buradadır. Baxın, qalxaq ikinci mərtəbə ilə tanış edeyim sizi. Pilləkənin laklanması qalır ki, o da alıcı olanda laklanıb alıcılarımıza təhvil veriləcək. İkinci mərtəbənin foyesi bu qaydadadır. Buradan eyvan sahəsini mən sizə göstərim. Bura eyvan sahəsi. Gəlin daha sonra deməli buradan sizə ikinci mərtəbənin ailə üçün nəzərdə tutulmuş yataq otağını göstərim. Hazırda da evimizdə müştəri var dəyərli izləyicilər. Yəni əla evdir. Müştərilər özünü cəlb edən evdir. Paket Kutusalı dövlət ipotekasına yararlıdır. Evin start qiyməti 133.000 manatdan təklif olunur. Real alıcılara endirim olunacaq. Paket Kutusalı ipotekaya yararlı evdir. Deməli, dəyərli izləyicilər, qaz, su, işığı fasiləsizdir, kanalizasiya sistemi mərkəzdir. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Satışda hər bircə yoğun evlərimiz var. Sağ olun, hələlik.